Naxçıvanda 75 yaşlı qadını qəddarlıqla qətlə yetirməkdə ittiham olunan Firuzə İsmailova və Aypara Əsgərovanın məhkəməsi başa çatıb. Publika Qafqazinfoya istinadən xəbər verir ki, aylarla davam edən prosesin sonunda müttəhim qadınlar dəhşətli cinayətdə təqsirli biliniblər. Bu tükürpədici cinayət bir il əvvəl Şərur rayonunun Oğlanqala kəndində baş verib. İstintaqla məlum olub ki, Firuzə və Aypara söhbət zamanı maddi sıxıntılarından danışıb. Aypara hazırda 3000 manatdan çox borcu olduğunu deyərək vəziyyətdən şikayətlənib. Cinayət planı da məhz bu söhbət zamanı qurulub. Belə ki, vəziyyətdən çıxış yolu axtaran Firuzə rəfiqəsinə 75 yaşlı qonşusu Zeynəb İsmailovadan söz açıb. Təxminən 8000 manat pulunun olduğunu və banka qoymaq istədiyini eşitdiyini deyib. Bu da rəfiqələrdə tamah yaradıb. Onlar yaşlı qadını öldürüb pulunu ələ keçirmək qərarına gəliblər. Bir neçə gün sonra plan həyata keçirilib. Ahıl qadın paltar yuyan maşından istifadə etmək üçün Ayparanın evinə gəlib. Paltarları maşından çıxardığı anda Aypara və əvvəlcədən evdə gizlənən Firuzə çəkic və linklə qadının başına zərbələr endirərək onu huşsuz vəziyyətdə yerə yıxıblar. Sonra isə yastıqla boğaraq qətli tamamlayıblar. Əli qana batan rəfiqələr əvvəlcə mərhumun boynundan asdığı torbanı açaraq içindəki 8000 manat pulu və ümumi dəyəri 3000 manat olan 3 ədəd qızıl boyunbağını götürüblər. Daha sonra meyti həyətdə yerləşən dərin su quyusuna atıblar. Növbəti plan isə cinayəti gizlətmək olub. Bunun üçün rəfiqələr şayiə yayıblar ki, güya Zeynəb İsmailovanı sonuncu dəfə kəndin yuxarı hissəsinə gedərkən görüblər. Qısa müddətdə polis əməkdaşları kəndin hər bir künc bucağında axtarışa başlayıb. Axtarış zamanı polisi ilk şübhələndirən məqam isə Aypara Əsgərovanın həmin gecə müxtəlif mağazalarda 3000 manat borc ödəməsi olub. Sorğu-sual zamanı o qonşusunun harada olduğunu bilmədiyini desə də, növbəti mərhələdə xüsusi təlim keçmiş it cinayətin izinə düşüb. Qətlə yetirilən qadının paltarından iy götürən it istintaqçıları birbaşa meytin atıldığı quyuya aparıb. Nəticədə qadının meyti 10 metr dərinlikdən çıxarılıb. Əvvəlcə Aypara, 2 gün sonra isə cinayətdəki şəriki Firuzə həbs edilib. Videomuzu bəyəndinizsə kanala abunə olmağı və videonu bəyənməyi unutmayın.